Hər kəs salam, Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bugün işin içində MrBeast də var. Qısaca MrBeast-i yəqin ki, hamınız tanıyırsınız. Ortalama 450 milyon izləyiciyə sahib olan bir YouTube kanalı var. Təkcə bir YouTube kanalı deməyək, bir çox YouTube kanalı var. Gördüyünüz kimi bir kanalı 28 milyon izlənir, bir kanalının 50 milyon abunəsi var, birinin 36 milyon, birinin 52 milyon. Yəni 455 milyonu bu şəkildə düşünün ki, 45 dəfə Azərbaycandan çox bir abunəyə sahib bir adamdır. Və dostlarım, belə bir proyekt var. Bu proyektin də adı Ensodur. Enso qısaca nədir? Sizə sadə dillə belə izah edim. Deyək ki, sənin əlində manat var. Sən bu manatla dollar almaq istəyirsən, rubl almaq istəyirsən və bir də evro almaq istəyirsən. Düzdürmü? Sən bu manatla 3 əməliyyat görməlisən. Həm dollar almalısan, həm rubl almalısan, həm də ki evro almalısan. Yəni bunun hamısını ayrı-ayrıcalıqda bir əməliyyat görürsən. Enso isə sizlərə qısaca belə deyim. Web3 proyektləri və blockchain üzərində DeFi olsun, staking olsun, token dəyişimi olsun, NFT-lər olsun, yəni bir sözlə hər şeyi sadəcə və sadəcə bir proseslə edir. Başa düşdünüz? Ona görə gələcəkdə bu proyekt özünə tələb artıra bilərmi? Artıra bilər. Başa düşdünüz? Yəni gördüyünüz kimi hər şeyi necə, yəni buradan alıb qısaldır, bura göndərir. Yəni gördüyünüz kimi bir çox şeyi hamısını eyni anda edir. Bax, görürsünüz. İndi isə keçək əsas məsələyə. MrBeast-in dostlarım, yəni Twitter'da 33 milyon izləyicisi var. YouTube-dan əlavə Twitter'da çox da aktiv deyil, gördüyünüz kimi. Ancaq bu adamın təkcə Twitter'da da 33 milyon izləyicisi var. Binance-ın CEO-sundan tutmuş, yəni CZ-dən falan tutmuş, hamı bir sözlə bunu izləyir. Bu da Enso proyektidir. Bura baxanda görün nə görürsünüz? Dünyanın ən çox izləyicisinə sahib olan MrBeast Enso proyektini izləyir. Başa düşdünüz? Yəni MrBeast sırf bu kriptovalyutanı izləyirsə, yəni bu da nə deməkdir? Belə deyim də, bu valyuta qısaca da, yəni öz dilimizlə desək, partdada bilər, qiyməti uça bilər. Ancaq bunu hər zaman unutmayın ki, yoldaşlar, bu iş riskdir. Başa düşdünüz? Bax, mən sizə hər şeyi olduğu kimi göstərirəm, olduğu kimi deyirəm. Qazananda biz də sizlə bərabər qazanırıq, itirəndə mən də sizlə bərabər itirirəm. İndi sağ olsun bu proyekti bizə Emil tapıb göndərib. Mən sabah bir gün bu proyektdə nə qədər itirsəm, gedib Emilə heç vaxt demərəm ki, ay Emil, mən bu proyektdə bu qədər itirdim və ya mən bu proyektdən sabah 1 milyon da qazansam, gedib Emilə demərəm ki, ay Emil, bundan 1 milyon qazandım, gələ bunun 100 min dolları sənin. Başa düşdün? Yəni burada itki də mənimdir, xeyir də mənimdir. Ay dost, ay yoldaş. Yəni qazananda gətirib bizə nəsə vermədiyiniz kimi, itirəndə də gəlib nəsə deməyin bizə. Kriptovalyutadır bu. Yəni kimsə kiminsə başına, yəni burada silah dayanmır. Mən sadəcə olaraq sizin görmədiklərinizi sizə göstərirəm. Deyirəm, bax, belə bir şey var. Baxın, məsəl üçün, Eagle 1 keçən dəfə bir günə 92% qalxdı. DOT 300%-dan çox yüksəldi. Və ya adlarını saymadığım bir çox valyutalar, Portal olsun, burada Akedo olsun, Port3 olsun, Portalda deyirəm. Yəni digər adlarını saymadığım valyutalar. Hamısı qalxanda hansınız gətirib xeyrinizi mənə verirsiniz? Heç biriniz də, düzdürmü? Və ya hansınızdan Allah uzaq eləsin, o günə biz düşməmişik, düşmərik də heç vaxt. Hansınızdan gəlib xeyrinizdən nəsə istəyirik? Heç nə də, düzdürmü? Yəni burada real olan bir şey var ki, keçən dəfə də bunun faktiki olaraq kripto dünyasında bir ilk oldu.
bir günə bu bazarı ruq eləmişdilər. Yəni bildiyiniz skam çıxartmışdılar. Ən öndə gedən proyektlər hələ də toparlanmağa çalışırlar. Gördüyünüz kimi 30%, 40% elə valyutalar var ki, bu dəqiqə düşünün ki, ön sırada olan valyutada 300-cü yerə qədər düşüb. 80% düşən var, 70% düşən var. Market caplərini falan hamısının fulllayıb çəkdilər. Yəni bildiyiniz full market caplərin çəkən valyutalar da oldu. Neçə valyuta dayanmadan skam çıxdı. Düzdürmü? Yəni bunu faktiki olaraq gördük də biz. Və bu itkilərdə mənim bütün pozisiyalarım, yəni düşünün ki, yəni mənim əlimdə nə qədər miqdar var idisə, hamısı lay getdi. Pərvinin əlində nə qədər miqdar var idisə, hamısı lay getdi. Həmçinin İlkinin əlində nə qədər miqdar var idisə, hamısını itirdilər. Fəhmini olsun, İlkini olsun. Yəni bu gün sırf arxa planda danışdığım həm də ki bizdə admini yetdilər. Bütün hamısının əllərindəki miqdarlar uçdu havaya, kül oldu. Oldu da oldu, indi başımıza bir hadisədir gəldi. Neyniyək? Davam eləməyək. Fisyo bir dənə itki oldu, ondan sonra fisyo getdi hər şey. Abala, burada itirmək də var, qazanmaq da var. Burada gələrsən 10 dənə kriptoda, 10.000 dollar pul itirərsən. Burada gələrsən bir dənə kriptoya 100 dollar qoyarsan, 10 dənə kriptoda itirdiyin 1000 dollar da çıxardarsan, ekstradan 50.000, 60.000 dollar da cibində mırta pul qalır. Başa düşdün? Yəni bu kriptovalyuta dünyası belədir. Bildiniz necə? Bir yandan alanda, bir yandan da verir. Ancaq o verməsi üçün daima nə olmalıyıq? Hərəkətdə olmalıyıq, axtarmalıyıq, tapmalıyıq. Kim kimi izləyir, kim hara baxır, hansı, məsəl üçün bu günlərim fenomen və ya hansı milyonlarla izləyicisi olan hansı tokeni çıxarda bilər? Ronaldo deyirik, tokenini çıxardacaq. Keçən dəfə Yezzi, yadınızdadır da. Baxın bu, gördüyünüz kimi. Tokenini çıxartdı bu reper. 4 qat verdi. 7 ay bundan qabaq paylaşmışdıq bunu. 1 ay bundan qabaq çıxartdılar tokenləri. Ondan sonra Ronaldinho tokenini çıxartdı, çıxardan kimi 10 qat verdi. Başa düşdünüz? İndi bunu da yəni düşünün ki, Enso valyutasını Mr. Beast izləyir. Mr. Beast'in izlədiyi yeganə bir dənə valyuta budur. Sabah bir gün bu adam çıxıb, məsəl üçün, bunu indi mən düşünürəm ki, boşuna izləməz. Yəni həqiqi mənada fikirləriniz önəmlidir. Yəni siz də yazın. Mr. Beast bunu izləyirsə, sabah bir gün ola bilsin. Bu arada bunun yatırımçıları falan Polychain falandır. Yəni Polychain falan Enso'ya yatırım edənlər. Yəni elə belə şirkətlər deyil. Ekstrada token çıxan kimi qeyd kimi birjada listələnir və Binance-ın alfasına çıxır birbaşa. Yəni yoldaşlar, mən burada sizlərə bir kriptovalyutanı hər zaman, yəni məsləhət görürəm də, yəni necə özümə nəyi rəva bilirəmsə, sənə də onu rəva bilirəm. Burada qazanmaq da var, itirmək də var. Başa düşdün? Yox, əgər yəni o deyilsənsə çıx da, yəni bizim həyatımızdan çıx. Başa düşdün? Yəni sən olmasan, inan ki, yəni mənim üçün hər şey bombadır. Yəni mən gözümü tikməmişəm ki, filan kəs məni izləsin. Sadəcə olaraq məni o adamlar izləsin ki, bu adamlar riskə açıq olsun. Qorxaqlar, çulubanlar, yəni bu adamlar məni izləməsin. Başa düşdün? Ay cəmaət, açın qulağınızı, eşidin. Bu günlərim mən bir günə 100.000 də qazanıram, səhərsi bir günə 200.000 də itirirəm. Borca da düşürəm, xərcə də düşürəm, kreditim də olur. Hər şeyim olur. Başa düşdünüz? Bir gün məndən varlısı olmur, bir gün də məndən dilənçisi olmur. Mən artıq risk etməyi də bilirəm, pulu batırmağı da bilirəm, sıfırdan qazanmağı da bilirəm. Başa düşdünüz? Buna əgər sizin qısaca götünüz çatmırsa, məni izləməyin. Bildiniz necə? Batacaqsınız yoxsa. Mən riskin dalıyca gedən bir adamam. Ya qazanacamsa buradan qazanacam, ya da ki qazanmayacamsa fisiyo da bitdi mənim üçün. Başa düşdün? Öləcəmsə də elə burada öləcəm. Yəni ki, pulunuz bu qədər dəyərlidirsə,
Gedin qardaş, qoyun başınızın altına və pox yeyin, qələt eləyin, belə işlərə girməyin. Qısaca sizlərə bunu buradan deyirəm. Nəyəsə yatırım edib ağlayacaqsınızsa əgər, girməyin bu işlərə. Yəni ki, bu bazar heç kimə, heç vaxt, heç nəyə vəd etmir. Başa düşdünüz? Sağ olun, hələlik.